Salam, dərs 43-ün izahına baxaq. Elmi-texniki inqilab. Bəşəriyyət, iqtisadiyyat inkişafı elmi-texniki tərəqqi ilə bağlıdır. Elmi-texniki tərəqqidə istehsal müəyyən bir təkamül yolu keçmişdir və bunun nəticəsində də inkişaf etmişdir. 20-ci əsrin ikinci yarısından sonra elmi-texniki tərəqqinin yeni mərhələsi elmi-texniki inqilab, yəni ETI yaranmağa başlamışdır. Birinci ETI'nin yaranması hərbi texnika ilə bağlı olduğu üçün buna hərbi texniki inqilab deyilirdi. Amma sonrakı dövrlərdə artıq 20-ci əsrin 70-ci illərindən robotların istehsalı ilə əlaqədar olaraq ETI'ni mikroelektronika inqilabı adlandırmışdılar. Elmi-texniki inqilab elmi kəşflərin istehsala tətbiqi nəticəsində bütün sahələrdə keyfiyyət dəyişikliyi yaratdı. ETI'nin əsas üstün cəhətləri universallıq və əhatəliliyin olması, yəni bütün sahələri əhatə etməsi, onlarda əsaslı dəyişiklik yaratmasıdır. Hətta insan psixologiyasına da nüfuz etmişdir. Sonra ETI'nin sürətli inkişafı. ETI son dövrlərdə daha sürətlə inkişaf etmiş, texnopark və texnopolislərin yaranmasına səbəb olmuşdur. Texnoparklar böyük universitetlərin, laboratoriyaların ətrafında yaranmış şirkətlər olmuşdur. Texnopolislər isə texnologiyaların işlənib hazırlanması, elm tutumlu sahələrin inkişafı, elmi kadrların hazırlanması məqsədi ilə yaranmışdır. Texnopolislər texnoparkdan fərqli olaraq daha böyük əraziləri əhatə edirdi. Texnopark və texnopolislərdə elmi ixtiralar qısa zaman ərzində istehsala tətbiq edilirdi. Dünyanın ən nüfuzlu texnopolis və texnoparkları. ABŞ-da Silikon vadisi bir rəqəmi ilə göstərilib. Cummings Tədqiqatlar Parkı xəritədə diqqət yetiririk. Eyni zamanda Preview Tədqiqatlar Parkı. ABŞ-da 3 texnopolis var. Sonra Böyük Britaniyada Texnium 4 rəqəminə diqqət yetiririk. Cambridge, Netpark, Cambridge və Netpark. Bunlar Böyük Britaniyada olan texnopolislərdir. Fransada Sofiyanı göstəririk. Finlandiyada Otaniemini, Çində Z Parkı, Yaponiyada isə Kansai elm şəhərini. ETI dövründə insanların zehni əməyinə tələbat artırdı və elm dərinə inkişaf edirdi. Dərinə inkişaf artıq hüceyrələrə, yerin dərinliklərinə, kosmosa nüfuz etməsidir. Müasir dövrdə ETI 4 tərkib hissədən ibarətdir. Birinci tərkib hissə elm. ETI dövründə əsas elmi biliklərə üstünlük verilirdi. Elmin inkişafı, elm tutumlu sahələrin yaranması əsas götürülürdü. İkinci mərhələ texnika və texnologiya. Artıq texnika və texnologiyanın inkişafı daha üstün səviyyə çatırdı. Bu da ABŞ, Yaponiya, Almaniya xüsusilə bu sahədə seçilirdi. Müasir texnika və texnologiyanın inkişafında təkamül və inqilabi yol ayrılırdı. Təkamül yolda texnika və texnologiya tədricən tətbiq edildiyi halda, inqilabi yolda isə sıçrayışla inkişaf edirdi. ETI'nin 3-cü mərhələsi istehsaldır. İstehsal özü 6 mərhələdən ibarətdir. Elektronlaşdırma, avtomatlaşdırma, energetika təsərrüfatının yenidən qurulması, yeni materialların istehsalı, biotexnologiyanın inkişafı, kosmikləşmə. Elektronlaşdırma nədir? Bütün sektorlar kompüterlə təmin olunur. Avtomatlaşdırma, burada robotların tətbiqi, energetikanın yenidən qurulması, tükənməyən enerji mənbələrindən istifadə, yeni materialların istehsalı. Burada artıq yarım keçiricilər, liflər və s. istehsalıdır. Biotexnologiyanın inkişafı, burada canlı orqanizmlərdən istifadə edərək yeni məhsullar istehsal olunurdu.
yəni genləri modifikasiya olunmuş məhsullar. Burada heyvanların klonları və s. hazırlanırdı. Kosmikləşmə isə artıq aerokosmik sənayenin inkişafı idi. ETİ-nin 4-cü mərhələsi idarə etmə mərhələsidir. İdarə etmədə bütün sahələrdə artıq kağız üzərində informasiya yox, elektron formada informasiya keçid dövrüdür. Burada da CIS elmi əsas götürülür. ETİ dövründə artıq dünya təsərrüfatının, yəni iqtisadiyyatın sahəvi və ərazi quruluşunda da dəyişiklik baş vermişdir. Təsərrüfatın sahəvi quruluşunda dünya ölkələrində aqrar sənaye və postsənaye mərhələlərindən keçmişdir. Aqrar quruluşda bu daha qədimdə mövcud olmuşdur. Burada əsas kənd təsərrüfatı əsasını təşkil edirdi. Bu ölkələr monokultur ölkələr idi. Yəni iqtisadiyyatda yalnız bir ərazi üstünlük təşkil edirdi. İkinci hissəsi sənaye quruluşudur. Burada artıq Avropa, Şimali Amerikada sənaye quruluşu hakim olmuşdu. Üçüncü mərhələ isə postsənaye quruluşudur. Artıq burada iqtisadiyyat getdikcə inkişaf etmiş, modernləşməyə başlamışdı. Modernləşmədə maşın və avadanlıqların müasir tələblərə cavab verməsi əsas götürülürdü. Təsərrüfatın sahəvi quruluşunu bildik. ETİ-də sahəvi quruluş. Bəs ETİ-də ərazi quruluşu nə idi? Ərazi quruluşu da dedikdə burada təsərrüfatın ərazi üzrə yerləşməsi başa düşülür. Ərazi quruluşu polisentrik və monosentrik olmaqla iki yerə bölünür. Polisentrik çox mərkəzlilik deməkdir. Bu daha çox inkişaf etmiş ölkələr üçün səciyyəvidir. Bundan başqa, inkişaf etməkdə olan ölkələrin əsas inkişaf səviyyəsi nisbətən üstün olanlarında da çox mərkəzlilik mövcuddur. Bu ölkələrdə iqtisadi rayonlar 4 qrupa ayrılır. Yüksək inkişaf etmiş, köhnə sənaye, aqrar və yeni mənimsənilmiş rayonlar. Yüksək inkişaf etmiş rayonlar hazırda elm tutumlu sahələrin üstün olduğu ərazilərdir. ABŞ-da Kaliforniya və New York, İtaliyanın şimalı, Paris, London, Almaniyanın cənubu. Köhnə, yəni tənəzzülə uğramış ərazilər. Bu vaxtilə yüksək inkişaf etmiş, amma hazırda köhnə sənaye sahələridir. ABŞ-da Appalaç, Almaniyada Rursar, Böyük Britaniyada Qara İngiltərə, Rusiyada Ural, Volqaboyu ərazilər köhnə sənaye rayonlarıdır. Aqrar rayonları. Burada kənd təsərrüfatının üstünlük təşkil etdiyi ərazilər aiddir. İtaliyanın cənubu, Fransanın qərbi, İspaniyanın mərkəzi aiddir. Yeni mənimsənilmiş rayonlar. Bunlar ekstremal şəraitə malik olan ərazilərdir. Alyaska, Qreylandiya, Avstraliyanın səhra rayonları, Rusiyanın Sibir regionu buna aiddir. Asiya, Afrika, Latın Amerikası kimi bir çox inkişafdan geri qalmış ölkələrdə tək mərkəzli, yəni monosentrik forma üstündür. Belə ölkələrdə təsərrüfat sahələri bir mərkəzdə, ya ölkənin paytaxtında, yaxud da liman şəhərində cəmlənmişdir. Ölkənin digər daxili rayonları, digər ərazilərində inkişaf ona görə də zəif qalır. Tam da inkişaf səviyyəsinə çatmır. Yalnız bir ərazi, bir şəhər inkişafına görə seçilir. Belə ölkələrdə adətən sənaye müəssisələri dəniz limanlarına meyillidir. Bu, inkişaf etmiş ölkələr üçün də eynidir. İnkişaf etməkdə olan ölkələrdə. Çünki inkişaf etməkdə olan ölkələr xam malı ixrac edir. İnkişaf etmiş ölkələr isə o xam malı idxal edir, alır. Ona görə də demək olar ki, sahil yanı dövlətlərin hamısında əsas sənaye müəssisələri dəniz limanlarında yerləşdirilir. Ölkələrin müxtəlif regionlarının inkişaf səviyyəsi arasında fərqi aradan qaldırmaq üçün regional siyasət həyata keçirirlər. Regional siyasət təsərrüfatı, zəif inkişaf etmiş ərazilərin mənimsənilməsi, kənarda qalmış rayonların mənimsənilməsi vasitəsilə əsas götürülür. İnkişaf etmiş ölkələr digər iqtisadi sahələri inkişafdan zəif qalmış rayonlarına köçürə bilirlər. Amma inkişaf etməkdə olan ölkələr
bunu tam da əldə edə bilmirlər. İqtisadiyyatı hər rayonda inkişaf etdirə bilmirlər. Bunun üçün bəzi ölkələr var ki, Braziliya, Nigeriya, Qazaxıstan və Tanzaniya kimi ölkələr paytaxtları zəif inkişaf etmiş əraziyə köçürürlər ki, digər əraziləri də nisbətən inkişaf etdirə bilsinlər. Dünya təsərrüfatının inkişafı əvvəllər ərazinin harda yerləşməsi, coğrafi mövqeyi, təbii ehtiyatına görə, nəqliyyatına görə əsas götürülürdü. Amma ET dövründən sonra ərazinin təsərrüfatın inkişafı, yəni ərazi, coğrafi mövqeyi, təbii ehtiyatlardan deyil, elm mərkəzli ərazinin olması, təhsil ocaqlarının olmasına daha çox meyl edirdi. İstehsalın təşkili formaları. İxtisaslaşma nədir? Hər hansı bir ölkənin, rayonun bir məhsulun istehsalına görə inkişaf etməsi və onu dünya bazarına çıxarması. İxtisaslaşma budur. İxtisaslaşma üçün məhsul daxili tələbatdan ucuz olmalı, digər ərazilərə nisbətən ucuz başa gəlməli və istehsal üçün uzunmüddətli şərait olmalıdır. Təmərküzləşmə. Təmərküzləşmə nədir? İstehsalın iri müəssisələrdə cəmlənməsidir. Məsələn, Azərbaycanda təmərküzləşmənin əsası Abşeronda cəmlənmişdir. Bu da ərazi üzrə təmərküzləşmə adlanır. Sənaye qovşaqları. Sənaye qovşaqları isə vahid su, enerji, nəqliyyat, istilik və s. xidmətinin bircə istifadə olunması, bir-birinə yaxın yerləşən məntəqələrdə olan müəssisələr sistemidir. Onlar bir və ya bir neçə mərkəzi şəhər ətrafında formalaşa bilirlər. Azərbaycanda əsas Bakı, Sumqayıt, Mingəçevir, Yevlax, Gəncə, Daşkəsən, Şirvan, Salyan 4 sənaye qovşağı mövcuddur. Kooperativləşmə. Hazır məhsulun istehsalında iştirak edən müəssisələr arasındakı əlaqədir. Məsələn, Gəncə Avtomobil Zavodunda Rusiya və Belarusdan gətirilən ehtiyat hissələri burada məhsul, maşınların istehsal olunmasına şərait yaradır. Yəni, məhsul istehsalına görə Rusiya, Belarusiya, Azərbaycan birgə iştirak edir. Kombinləşmə. Bu, texnoloji cəhətdən bir-biri ilə qarşılıqlı əlaqədə olan məhsul sahələrinin, istehsal sahələrinin vahid bir müəssisədə birləşməsidir. Yəni, kombinləşmədə bir-birinə uyğun olan sahələr eyni ərazidə birləşir. Kombinləşmə prosesi kombinatlarda özünü daha aydın göstərir. Kombinat nədir? Xam malı ardıcıl olaraq emal edən, bir-birinə xidmət edən və ya tullantıları emal edən müəssisələr birliyidir. Onlar metallurgiya, kimya, yüngül, yeyinti sənayesi sahələrində təşkil olunur. Məsələn, metallurgiyada dəmirdən çuqun alınır. Sonra polad əridilir, poladdan prokat alınır. Yəni, bunlar hamısı ardıcıl baş verdiyi üçün bunlar kombinləşmə yaradır. İqtisadiyyat inkişaf etdikcə yeni istehsal sahələrinə tələbat artır. Amma yeni istehsal sahəsi yaratmaq üçün müəyyən bir maliyyə imkanları lazım olur. Maliyyə imkanı da məhdud olduğu dövrdə sənin qarşına hər hansı bir iki layihə çıxarılır. İki layihədən sən iqtisadi inkişafa görə birini seçməli olursan və sənin seçdiyin deyil, ehtiyatda qalan layihən alternativ dəyər adlanır. Çünki sən ilkin vaxtda bir sahəni seçməlisən. Bu halda da elə bir sahə seçirsən ki, o tez başa gəlsin, öz məsrəflərini tez ödəsin, daha çox gəlir gətirən sahə olsun. Yəni, sənin iki seçimdən seçmədiyin hissə alternativ dəyərdir. Eyni zamanda yerli tələbatı ödəmək üçün, təsərrüfatın sahə quruluşunda dəyişiklik etmək üçün başqa bir sahəyə, başqa bir məhsula da ehtiyac yarana bilir. Sən bu məhsulu inkişaf etdirmək üçün
əvvəlcə mövcud olan hər hansı bir sahədən imtina etməlisən. Yəni bunlar arasında alternativ seçim aparmalısan. Yəni hər hansısa bir məhsulu seçmək üçün digərindən imtina edirsən. Alternativ seçim bir əmtənin, xidmətin əlavə miqdarının əldə edilməsi məqsədi ilə digərinin müəyyən miqdarından imtina etməsidir. Sən bir məhsul hazırlamaq üçün, məsələn, dünya bazarında yaxşı satılmayan məhsuldan imtina etməlisən. Müəssisələrdə istehsal olunan məhsulların artırılması üçün əlavə xərclər tələb olunur. Bu məhsullar həm əlavə gəlirlər əldə edilməsinə, həm yeni satış bazaları yaratmağa, həm də gəlirləri artırmağa imkan verir. Bu zaman çəkilən xərclər son hədd xərc adlanır. Yəni son hədd xərc əlavə bir məhsulun istehsalı üçün tələb olunan xərcdir. Hər hansısa müəyyən bir məhsulun istehsalına başladıqdan sonra əldə edilən üstünlük, əlavə olan fayda son hədd fayda adlanır. Bu da həmin müəssisənin gələcəkdə daha səmərəli fəaliyyətinə əsaslı zəmin yaradır.